Bu video ev almaq istəyənlər üçündür. 5 addımda güzəştli mənzillər üçün müraciət qaydasını göstərəcəm. 1. Azərselə yaxınlaşıb asan imza üçün nömrə alırsınız. 2. Asan xidmətdə həmin nömrəni asan imza nömrəsi edirsiniz. Sizə verilən PIN 1 və PIN 2-ni itirməyin, çünki müraciət zamanı hər ikisi istifadə olunacaq. 3. Daxil olursunuz egov.az saytına. Aşağıdan bütün xidmətləri seçirsiniz. Ən aşağıda ipoteka fondu, kirayə mənzillər və ərizə formalaşdırıb müraciət göndərirsiniz. 4. Sənədləri toplamaq. 5 dəqiqə ərzində fondla görüş günü təyin edib sizə bildiriş göndərəcəklər. Görüşə gedəndə sizə şəxsiyyət vəsiqəniz, məhkumluq haqqında arayış və əmək haqqı kartınızdan son 6 ayın çıxarışı lazım olacaq. Məhkumluq arayışınızı MyGov.az saytından elə həmin asan imza ilə daxil olub, yükləyib, çap edib apara bilərsiniz. Əmək haqqı kartınızdan çıxarışı isə öz bankınıza yaxınlaşıb götürə bilərsiniz və yaxud da bankın mobil tətbiqindən PDF kimi yükləyə bilərsiniz. 5. Görüş gününü unutmayın, çünki yalnız sizə deyilən gün görüş mümkündür. Qalan bütün suallarınızı elə yerindəcə fondun əməkdaşları cavablandıracaq. Bu videonu ev alma ehtiyacı olan dostlarınıza göndərməyi və səhifəmi izləməyi unutmayın ki, faydalı məlumatları qaçırtmayasınız.